Salam, hər vaxtınız xeyir olsun. Bugün sizlə bugünkü imtahanda istifadə olunmuş informatika suallarının izahına baxacağıq. Başlayaq vaxt itirmədən suallarımızdan. Deməli, bütün işçi stansiyaları vahid mərkəzə konsentratora birləşdirildiyin lokal şəbəkə topologiyası necə adlanır? Vahid mərkəz deyirsə, belə fikirləşək də, vahid mərkəz. Bu təbii ki, nədir? Mərkəz deyirsə hansıdır? Ulduz topologiyasıdır. Və konsentrator deyirsə, deməli nədir? Passiv ulduz, elə D variantı düzgün cavabdır. 22-ci suala baxaq. Stil lent qrupu hansı lent tabında yerləşir? Gəlin görsədim onu sizə. Stil lent qrupu home lent tabında yerləşir. Üslublardır. İndi hal-hazırda göstərəcəm. Bax, bu gördüyümüz bu hissədə yerləşir. Home tabının daxilində stil lent qrupunu görürsünüz. Üslubunda 4 dənə növ var idi, bildiyiniz kimi. Üslublar bölməsidir. Düzgün cavabımız burada olacaq heyvandır. Forma ilə işləmək rejimləridir. Baxın, bunu həmişə tələbələr izah edirdi, amma ki, belə deyək də, yəni o qədər tələbələr bunun üzərinə düşmürdülər. Amma bu sualda nə vaxtsa bilirdim ki, istifadə olunacaq imtahanlarda. Belə deyək, forma ilə işləmə rejimləri deyəndə, ümumiyyətlə, gəlin o işləmə rejimləri hansılardır, hamısını göstərdim sizə. Burada tərdimatımızın sonunda bunun hamısını qeyd eləmişəm. Bax, buradadır. Görürsünüz. Cədvəllərlə, formalarla, hesabatlarla işləmə rejimləri deyəndə hansından söhbət gedir? Burada görürsünüz hal-hazırda. Həmin sualda bizim düzgün cavabımız olacaq layout, sonra design, bir də datasheet view. Yəni B variantı. Excel 2019 proqramı hansı proqramlar qrupuna aiddir? Bu da çox rahat suallarımızdan biri idi. Excel təbii ki, nədir? Tədbirli proqramlar qrupuna aiddir. Tədbirli proqramdır Excel. Yəni istifadəsinin qarşıya qoyulmuş məsələsini həll edən elektron cədvəldir. 25-ci sualımız Windows əməliyyat sisteminə aid olan bir sualdır. Office paketində hazırlanmış sənəd faillərinin kontekst menüsuna hansılar aiddir? Bu bizdən qısacası failin kontekst menüsuna aid olan əmrlərimizi soruşur. Biz demişik ki, qovluğun kontekst menüsündə olan include library bir də ki, pinlə bağlı nə varsa, bu qovluğun kontekst menüsündadır. Failin kontekst menüsündə elə bir əmrimiz yoxdur. Ona görə 4-dən 5-i cavablardan biz çıxardaq. Bax, getdimi? Getdi, elə birbaşa cavabımız ortaya çıxır. Yəni, bunu da yazdırmışıq. Yəni, vaxtında sadəcə olaraq bunu oxumaq lazım idi. 1, 2, 6. Chris Shortcut failin qısa yolunu yarat, göndər, sonra adını dəyiş, yapışdır, paste. Tardı getdi. Düzgün cavab D-bəndi. Hansı halda fail PPS-X genişlənməsi ilə yadda saxlanır? Buradakı S hərfi bizə açar sözdür. S hərfi show, görsət deməkdir. Deməli, bu nədir? Nümayiş üçün nəzərdə tutulub da. Nümayiş üçün nəzərdə tutulubsa, deməli, onda təqdimatların slaytlarını bilavasitə nümayiş etdirmək nəzərdə tutulduqda. Yəni, belə deyək də, bir növ nümayiş üçün nəzərdə tutulmuşdur, show, görsət. Yəni, özdə bu rejimdə üzərində dəyişiklik eləmək olmurdu. Birbaşa, belə deyək də, təqdimatın nümayişindən sonra birbaşa çıxış baş verirdi. Yəni, bu da elə çətin bir sual deyil. Növbəti sualımıza baxaq. Deməli, 27-ci sualımıza baxaq. Bunu silim, sonra baxaq. Gəlin görə 27-ci sualımızda nə deyir? Doğru olmayan mülahizəni müəyyən edin. Bu da yetərincə rahat bir sual idi. Yəni, elə bir çətin fikirləşilən sual deyildi. Ümumiyyətlə, belə götürəndə suallar normal idi. Əməli yaddaşda verilənlər müvəqqəti saxlanır. Bəli, biz bilməliyik ki, əməli yaddaş, yəni bildiyimiz elə RAM-da elektrik enerjisinin asılıdır, müvəqqəti saxlanır. Bu doğrudur. Qrafik planşet daxil etmə qrupusudur. Qrafik planşet deyəndə digitazerdən söhbət gedir. Bəli, bu daxil etmə qrupusudur. Bunu da hər bir kəs bilməlidir. Sən əgər hazırlaşırsansa, bunu bilməlisən onsuz da. Keş yaddaş böyük informasiya tutumuna var. Bu nədir burada qalır? Keş yaddaş böyük informasiya tutumuna aşağı sürət yaddaş. Keş yaddaş böyük informasiya tutumlu aşağı sürətli yaddaşdır. Əksi nədir? Keş yaddaş sürətli, informasiya tutumu zəifdir. Ümumiyyətlə, daxili yaddaş qrupularında bu proses əksinə idi də. Daxili yaddaş qrupularının işləmə sürəti yüksək, yaddaş tutumu zəif idi. Xarici yaddaş qrupularının isə işləmə sürəti zəif, yaddaş tutumu çox idi. Deməli, biri birdir. Üzr istəyirəm, 3-dür. Skaner xaric etmə qrupusudur. Skaner xaric etmə qrupusu deyil. Skaner daxil etmə qrupusudur. 4 də səhvdir. Kumos yaddaş enerjidən asılı olan yaddaş. Kumos yaddaş saat tarix saxlayır. Əgər kumos yaddaş elektrik enerjisindən asılı olsa, biz hər dəfə gərək kompüterimizi açanda özümüz saat tarix düzəldik. Ona görə elektrik enerjisindən asılı deyil də 3, 4, 5 yebənd.
Arxiv faylların ad genişlənməsi. VAV. Bu gördüyümüz belə deyək də arxiv deyil. Bu gördüyümüz RTF. WordPad-in genişlənməsidir. İcra olunandır. Belə deyək də əmr faylıdır, arxiv faylıdır. Yəni A variantı. 28-ci sualımızda da A variantı. Növbəti sualımıza keçək 29-cu sual. Bu keçən il birinci şans qəbuluna oxşar sualdır. Sadəcə olaraq bu prosesi bu dəfə əksinə veriblər. Yəni bu dəfə birbaşa algoritmin özünü veriblər. Bunu yoxlamaq lazımdır. Biz elə bir variant seçməliyik ki, 1-dən 5-ədək olan tam ədədlər 1-5 də daxil olmaz, çap edən algoritm blok sxemini qura bilər. Bunları bir-bir yoxlamaq lazımdır. Yəni mən belə deyək də bir növ A variantında, B variantında, C variantında, D variantında bir-bir yoxlamaq lazımdır. Əgər biz burada C variantını yoxlasaq, düzgün cavabımızı tapmış olaraq. Gəlin baxaq. 1-dən 5-ə, 5, 1-dən 5-də daxil olmalı. Bax, A bərabərdir 1-dir, A bərabərdir A 1-dir. Sən A-nı çap elə. 1 çap olundu. Təzədən A bərabərdir A plus 1-dir. A-mız 1 idi. 1-in üstə 1 gələndə nə eləyəcək? 2. Sonra indi gəl 2 böyükdür 5-dən. Nə deyərsən? Hə deyərsən. Üzr istəyirəm, yox deyərsən. 2 böyük deyil də 5-dən. Şərt ödənməli. Təzədən gəlirik dövrə. 2-ni burada çap edirik. Təzədən indi A-nın üstünə 1 gəlirik. 2 idi də, üstə 1 gəlirik, eləyirik 3. 3 böyükdür 5-dən. Nə deyərik? 3 böyük deyil də 5-dən, yox. Təzədən onda gəlir. 3-ü də çap edirik. Sonra 3-ün üstünə 1 gəlirik. 4. 4 böyükdür 5-dən. Nə deyərik? Yox. Yenə şərtimiz ödənməlidir. Deməli, təzədən yenə dövrə qaydırıq. 4-ü çap edirik. Bir daha indi belə deyək də 4-ün üstə 1 gəlirik, 5 eləyirik. 5 böyükdür 5-dən. Yenə yox, 5-i də çap edirik. 5 də çap olunur. Təzədən yenə gəlirik, 5-in üstünə 1 gəlirik. 6 eləyir. 6 böyükdür 5-dən. Bəli, şərtimiz ödənir, dövrdən çıxırıq. Düzgün cavabımız burada Y variantıdır. Yəni burada buna diqqət eləmək lazım idi. Baxın, çap burada olur. Y variantı nə idi? Üzr istəyirəm. C variantı. C variantı. Variantlar səhv saldı. Növbəti sualımıza baxaq. Deyir, riyazi hesablamalar əsasında avtomatik generasiya. Generasiya burada bizə açar söz olmalıdır. Həmişə bax, bunu izah eləyəndə bu sözdən yadda saxlayırdıq ki, belə təsvirlərin avtomatik deyir generasiyasına. Yəni, belə deyək də, təsvirlərin elə bil fraktal qrafikdə hər bir təsvir bir-birinin kəskin oxşarıdır da. Ona görə deyir bu generasiya sözündə. Düzgün cavab ona görə Y variantıdır. Generasiya sözündən tutmaq olardı bunu burada. İstifadə olunmuş sualdır bu da. Yəni, suallarda var. 31-ci sual. Seçilmiş, bu da Word-a aiddir. Deyir, seçilmiş obyektin səhifədə mövqeyini dizayn tabından müəyyən etmək olar. Xeyr, bu səhvdir. Biz seçilmiş obyektin səhifədə mövqeyini, obyektdən söhbət gedirsə gəl, bir dənə figur belə deyək də təyin elədik. Biz seçilmiş obyektin səhifədə mövqeyini, bax, burada arrange qrupundan təyin eləyə bilərik. Bax, buradan səhifənin solunda, sağında, yuxarısında, aşağısında harda olsun. Ona görə birinci səhvdir. Layout'un arrange qrupundan təyin eləmək olar. Bu səhvdir. İki sənədin avtomatik müqayisə. Müqayisə deyirsə bu compare'dir. O da ki review tabında yerləşir. Yəni ki, bax burada. Müqayisə. Gördüyümüz bu əmrdir. Bu da səhv. Yəni ikinci də səhv. Quick Access Toolbars alətlər panelinə fayl tabından alət əlavə etmək olar. Bəli, bu doğrudur. Biz həqiqətən də fayl tabından buna alət əlavə edə bilərik. Necə əlavə edərik? Gəlin görsəlim. Fayl tabına keçərəm. Buradan bu bölməyə daxil olaram. Və buradan elə Quick Access Toolbars'a keçər. Lazım olanı seçər, əlavə edərəm ora. Gördüyünüz kimi gəldi, düşdü. Yəni bu doğrudur. 3 doğrudur. Fayl tabından sənədə düzəlişlərdən mühafizə etmək olar. Bəli, doğrudur. Bunu da infodan mühafizə edə bilərsən. Sənəddəki qrafik cədvəl düstur şərhlərinin axtarışı tabındakı naviqasiya panel parametrini necə deyir? Sənəddəki qrafik cədvəl düstur və şərhlərin axtarışı view tabındakı navigation pane parametrləri seçməklə mümkündür. Bəli, bu da doğrudur. View tabından həqiqətən də naviqasiya panelini buradan aça bilərsiniz. Bir dəqiqə. Buradan aça bilərsiniz naviqasiya panelini. Gördüyünüz üçün. Axtarış üçün. 3, 4, 5 hələ ki, 6-cıya baxaq. Reference LED tabından sənəddə edilmiş düzəlişləri qəbul etmək və onları imtina etmək mümkündür. Xeyr, bu da səhvdir.
Sənəddə edilmiş düzəlişlərin qəbulu və ondan imtina belə bir şey burada yoxdur. O review'da. Deməli düzgün cavab 3, 4, 5'dir. Yəni A variantı. Sonra növbəti sualımıza keçək. 32-ci sualımıza. Cari slaydın obyektlərinə verilmiş animasiya effektinin ardıcıllığını dəyişmək üçün hansı lent tabı və lent qrupundan istifadə olunur? Gəlin göstərdim onu sizə. Bax, tutaq ki, biz bu slaydın belə deyək də, daxilinə neynəmişik? Animasiya, belə deyək də, daxilindəki obyektlərə animasiya vermişik. Bax, buradan bunu seçib, bunu animasiya vermişik. Formada bir animasiya seçib təyin eləmişik. Ver. Budakı bir. Birini də verir. Bir normal animasiya verim, siz görə bilərsiniz. Ha, belə olsun, tutaq ki. Bax, bunların yerlərini biz bax, bu gördüyümüz timing qrupundan bu əmrlərimizlə dəyişə bilərik. Animasiya ilə onu səhv salmaq olmaz. Bu əmrlərimizlə diqqət eləsəz, gördüyünüz kimi dəyişir. Yəni, burada düzgün cavabımız olacaq bizim D variantı. Ümumiyyətlə, animasiya deyirsə, animasiya tapıb da. Yəni, timing düzgün tapmaq lazımdır. 33-cü sualımıza baxaq. Uyğunluğu müəyyən edin. Bu məsələlərdə ümumiyyətlə vaxt itkisi olmasın deyə biz diqqətli olmalıyıq ki, məsələn, bax, burada variantlarla işləməliyik ki, yəni daha tez tapaq nəyəsin. Baxaq. Deməli, bax, bir nə eləmək lazımdır? Bax, bu 192 onluqdadır. Birinci 192-yi 2-liyə qaytarmaq lazımdır ki, 2-yi nağdı tapın. 192-yi 2-liyə qaytarmaq üçün nə eləmək olar? Ya 192-yi 2-yə bölə-bölə gedərik, ya da ki 192-nin içərisində 2-nin ən böyük qüvvətini tapa-tapa yaza bilərik. O qaydada buna gəl mən 2-yə bölə-bölə geçsəm görəcəksiniz həqiqətən. 192-nin içərisində 2 neçə dəfədir? Belə deyək də 96 dəfədir, düzdürmü? 96 dəfədir, eləyir 192. 0. Təzədən 96-nı yenə bölürəm. Bu qaydada geçsəm, yaxud 192-nin içərisində 2-nin ən böyük qüvvəti neçədir? 2 üstü 7-dir. Bu qaydada bölə-bölə geçsəm, yaxud bundan əvvəlki dediyim kimi 2-nin ən böyük qüvvətindən yazsam, görərsiniz ki, bura 0-dır. 2-yə gələcək D nağdır. Deməli, A getdi, B getdi, daha doğrusu D getdi. A getdi, D getdi. Düzdür. Sonra davam edək. Sonra baxaq bura. Burada nə olacaq? Deməli, bax, diqqət eləyək indi. Bax, bunun yerinə nə qoysaq, belə bir ifadə alına bilər. Bunun yerinə biz baxsaq, belə deyək də, 2 variant yazılıb. Ya C, ya D. Ya C, daha doğrusu üçüncüdə. Ya B, ya A. Ya B'dir, ya da A. İkisindən birini qoya bilərik. Gəlin B qoyaq. A da qoya bilərik. Heç bir problem yoxdur. Deməli, bax, ikisinin yerinə nə qoyaq? B qoyaq. B'dəki nədir? 3-dür. 35 bölək 16. Görək neçə düşəcək? 2 dəfə 16, 32. Diqqət eləyin. Gəldi, düşdü. Amma məsələn, indi belə deyək də, A qoysaq neçədir? 4. 45 bölək 16. Bu qaydada yazmış olaraq. Yəni, belə deyək də, o da çox gələr. Deməli, 2-yə D, 3-ə B, sonra bir də C gəl, bir də C eləyir. Birin yerinə indi məsələn, bax, burada qoysaq, belə deyək də, 1-ə, burada bunun yerinə gətirib 1 qoysaq. 1, 1 bölünsün 16-lıqdadır da, 16-lıqdan 10-luğa keçiddə. 0, 1, 2. 1 vuraq 16-nın kvadratı 256. Aha, diqqət eləsəz, görürüz ki, 200-dür də, yəni düz gəlir. Ona görə elə C variantı düzgün gəlir buradadır. Yəni, bunu axıra qədər geçsək, görək ki, C variantı uyğun gəlir. Həqiqətən də gəlin elə görsədim. 256 üstə gəlinsin. 1 vuraq 16 üstü 1, 16 edir. Üstə gəlir 9 vuraq 16 0, 9 edir. Bax, bunu toplasaq 200 keçənməzdir. Amma ki, məsələn, belə deyək də, başqa bir variant yazsaq, onun yerinə yoxlamışam, yəni çox edir. Düzgün cavab C variantı. Növbəti sualımıza baxaq, 34-cü sualımıza baxaq. Aşağıdakı cümlə şriftin hansı stili ilə yazılıb? Diqqət eləsəz, bu həmin qalın şriftlə yazılıb. Həm də ki, altından xətt çəkilib. Bu, burada yazılıb da, bu formada yazılıb. Underline əmrindən yazılıb. Məsələn, bax, belə bir şey yazmışıq da. Belə yazmış, düzdür. Seçdik. Bu qaydadır. Home tabından bunu qalın yazdıq. Altından da xətt çəkdik. Gördüyünüz kimi. Yəni, düzgün cavabımız olacaq burada. B variantı. 35-ci sualımıza baxaq.
Elektron cədvəldə B sütununun eni hansı sütunda yerləşən ən uzun mətn eni ilə necə bərabərləşdirmək olur? Bu sual da birinci şansda da düşmüşdü. Buna oxşar sual səhv eləmirəmsə. Yəni elə çətin sual deyil. Bax görsədim bunu sizə. Deməli bax burada yazmışıq. Dərsləri yazmışıq. Bax düzdür. Göz səhv yazdım. Yazdım. Bax B sütununun eni buradakı hansı enindən böyütmək olar? Bərabərləşdirmək olar. Mən B sütunun eni deyirsə, bundan sağa yazılır da məlumat. Sağa doğru gedir. Deməli onda B, C sütununun arasında mouse'un sol düyməsini sıxmalıyam da. Məsələ budur. 2 dəfə mouse'un sol düyməsini orada sıxmalıyam. Deməli nədir? Sıçanın sol düyməsini B və C sütununun arasında yəni 2 qat sıxmalıdır. Düzgün cavabımız B variantı. Kompüterin xarici yaddaş qurğularına aiddir. Xarici yaddaş deyir. Bax, keş yaddaş daxilidir. Daimi yaddaş daxilidir. Əməli yaddaş daxilidir. Kumos yaddaş daxilidir. 2-dir, 3-dür, 4-dür, 7-dir. Düzgün cavab Y variantı. Doğru olmayan mülahizəni müəyyən edin. Deyir, kontrola düymələr kombinasiyası bütün sənəddə mətni seçir. Bəli, oradakı A hərfi O sözündən törəmədir. Həqiqətən də o bütöv sənəddə mətni seçmək üçün. Yəni doğrudur. Bunu da bilək. Doğru hesab olun. Bax, diqqət eləsəz, indi görsənəcəm. Məsələn, kontrol A-nı sıxsam, bircə dəqiqə xahiş edirəm. Gördüyünüz kimi, bütöv mətni seçilir. Windows lent qrupundakı view tabında yerləşir. Bu da doğrudur. Burada yerləşir. Pəncərələr üzrə işləmək üçündür. Bax, diqqət eləsəm. Gördüyünüz kimi, view tabında yerləşir. Bu da doğrudur. Ctrl F4 düymələr kombinasiyası sənəd pəncərəsini bağlayır. Bəli, sənəd pəncərəsini bağlayır. Doğrudur. Düzdür. Bu da getdi. Mövcud sənəd, yəni Alt F4 birbaşa proqramın özünü bağlayır. Ctrl F4 o sənədi bağlayır da. Düzdür. Mövcud sənədi açmaq üçün fail tabının open əmrindən istifadə olunur. Bu da düzdür. Gəlin elə ikisini də görsədim. Bax, diqqət edək. Gəlin görək Ctrl F4 nə iş görür? Alt F4. Bax, bu gördüyümüz Ctrl F4 elə bu plus əmri. Diqqət elə gör nə olacaq. Bunu da bağlayaq. Gördüyün kimi, bax, Word sənədi bağlandı həqiqətən də. Proqram açıq. Sonra bax, nə dedi sonuncu? Bizə dəqiqə. Deyir, mövcud sənədi açmaq üçün file tabının open əmrindən istifadə olunur. Bəli, file tabının open əmrindən istifadə olunur həqiqətən də. Bax, burada hər hansı lazım olan sənədi buradan aça bilərsiniz. Doğru. Deməli, bu da düzdür. Deyir, kontrol et düymələr kombinasiyası kursoru mövqeyini cari sətrin sonuna dəyişir. Xeyr, biz bir şey bilməliyik ki, end sətrin sonuna keçir. Ctrl end birbaşa sənədin sonuna keçir. Düzgün cavab burada Y variantıdır. Səhv olan. End deyirdi ki, prosesi sürətləndirən kontroldur. End sətrin sonuna keçirsə, Ctrl end birbaşa sənədin sonuna. Əgər onun qabağına shift əlavə eləsək, birbaşa seçim olurdu. 38-ci sual köhnə sualdır. Yəni bu tələbələr bu sualı işlətmişəm. Yəni köhnə sualdır, istifadə olunmuş sualdır. Deyir ki, aşağıdakı tələbələr və onların yazıldığı fənlər haqqında verilənlər bazası cədvəlində fraqment verilmişdir. Cədvəl fraqmentlərinə əsasən informatika fənni üzrə 3-cü kurs tələbələrindən neçəsinin 2-ci növbəyə yazıldığını. Bizə 3-cü kurs tələbəsi lazımdır, informatika fənni lazımdır və 2-ci növbə lazımdır. Deməli, informatika fənnindən hazırlaşanlar kimlərdir ki, ümumiyyətlə? 112, 116. Bax, 116. Kurs 2-dir, amma bizə 3-cü kurs lazımdır. Bundan işim yox. Bu getdi. 112 informatika. Kurs 3, bəli, 2-ci növbə. Bax, bu düzdür. Bu 1. Bir dənə oldu. Sonra, bunu da işlədik. Sonra 113 informatika. 113 informatika, kurs 2. Bizə kurs 3 lazımdır. Bundan işim yoxdur. 113 informatika. 115 informatika, kurs 3, 2-ci növbə, düzdür. Bu 2-ci. Sonra, bir də ki, nə qaldı? 114 informatika. 114 kurs 1, birinci növbə. 3'dür, amma birinci növbədir gördüyünüz kimi. Ona görə bu da getdi. Bundan işim yoxdur. Sonra nə qaldı? 118 informatika. Bəli, kurs 3, ikinci növbə. 3 dənə cəyəm. Düzgün cavabımız olacaq nə? Y variantı.
Növbəti sualımıza baxaq. Driver nədir? Bu sual 3-cü dəfədir bundan qəbula düşür. Xarici qurğunun işini idarə edən proqram driverdir. Kompüterə qoşulmuş qurğuların işini idarə edən. Düzgün cavabımız A variantı. 40-cı sualda gəlin görək nə deyir? Qabarit ölçülərinə və məhsuldarlığına görə kompüter siniflərinə aid olmayanları müəyyən edin. Bu sualda işlədiyimiz sualdır. Yəni elə qeyri-adi sual deyil. Qabarit ölçülərinə görə gəlin görək kompüterlərin hansı növü var idi? Qabarit ölçülərinə görə hal-hazırda indi sizə göstərəcəm. Qabarit ölçülərinə görə super kompüterlər, böyük kompüterlər, orta kompüterlər, mini və mikro kompüterlər var. İndi gəlin bura baxaq. Görək nə deyir? Deməli, bax, işçi stansiya fərdi kompüterin növüdür. Qabarit ölçüsünə görə növü deyil. Yəni, mikro kompüterlər sinifinin fərdi kompüterlərin növüdür. Mini kompüter qabarit ölçülərinə görə aiddir. Klient kompüter fərdi kompüterin növüdür. Yəni, storsuz kompüterlərin növüdür. Super kompüterlər aiddir. Qabarit ölçüləri. Mainframe'lər də aiddir, böyük kompüter. Terminallar da fərdi kompüterin növüdür. 1, 3, 6. Düzgün cavabımız B variantı. 41-ci sual. Bu sualda biraz qeyri-dəqiqlik var. Yəni, tamla alınır, amma ki, dəqiq götürmüşdükdə 80-dir. Baxaq. Palitrasında 24 rəng. Əgər 24 deyirsə, 24 2-nin hansı qüvvətlər arasındadır? 2 üstü 4 ilə 2 üstü 5-in arasındadır. Düzdür? 24. Deməli, onda bunun dərinliyi olacaq 5-dir. Yəni, bizim düsturumuzda belədir də, H bərabərdir, A vuraq B vuraq N'dir. Düzdür? Deməli, 800 vurulsun, 400 vurulsun, dərinliyi neçə? 5. Bu qaydada yazdım. Deyir, rabitə kanalı ötürmə müddətinin ilk yarısında. Yəni, bunun yarısı ötürülübdür. Neçəsi qalıbdır onda? Yarısında. İlk yarısında, deməli, bunun yarısı gedibsə, belə deyək də, bunu 2-yə bölərəm. Gedər 400, vuraq 400, vuraq 500 qalar. 5 qalar, düzdür mü? Bu gördüyünüz 16.000 bit bölək saniyə ilə. V bərabərdir. S bölək T ilə yazsaq onu da. 16.000 bit bölək saniyə. Buradan T-ni tapsaq. T bərabərdir 400. Vuraq 400. Vuraq 5. Bölünsün V-miz neçədir? 16.000 bit. Düzdür. Bu qaydada yazdıq mı? Bu qaydada yazdıq. İndi qulaq as. Bax, bunlar ixtisar getdi. Bu sıfırlar. Deməli, bizə dəqiqat T, bunlar getdi. Sonra bax, 16 ilə 44 ixtisar getdi. Burada qaldı neçə? 4 qaldı. 4 qaldı burada. Sonra, burada qaldı neçə? Bizə deyək, xahiş edirəm nədəsə. Hə, burada bir 4 də var, düzdür istəyirəm. Bu 4 də bu 4 getdi. Burada qaldı 10. Onu da 5-ə vurduq, neçə elədi? 50. Bunun birinci hissəsi neçə oldu? 50. İndi gələk ikincisini tapaq. Birinci 50 saniyə gedir. İkinci yarıda görək nə qalıb. 4, bu qalmışdı da, düzdürmü? İkincidə də. Bunu da böləcəm, bax, bunu 24 min. Bunu da burada ixtisar aparsaq, hesablasaq. Deməli, bu 24 ilə bu 4 də ixtisar getdi. Deməli, neçə ixtisar getdi? 8 ixtisar getsə, burada qaldı 3, burada qaldı neçə? 5. Düzdürmü? 5 dəfə 4, 20. 20-ni də 5-ə vursaq neçə düşəcək? Bizə də elə gözləyin görüm. 3, 400 vuraq 400, bunlar ixtisar getdi. Bundan bu ixtisar getdi. 24 ilə 48 ixtisar getdi. Burada qaldı 3, burada qaldı 5. Düzdürmü? 5 vuraq 4, 20. 20 vuraq 5 neçə eləyəcək? 100. 100. 100-ü də 3-ə bölsək, 3 dəfə 3, 9, 1. Onun içində 3 dəfə 3, 9. 33 tam nə qədər düşür? O da 83 tam neçə eləyir? Tərqibi götürürük 80. Yəni, bunu bilmirəm, indi nə dərəcədə bunu belə qoymuşdular, yerləşdirmişdilər. Tərqibi 80 götürmək olur. Cədvəl fragmentinə əsasən A4 xanasının qiymətini müəyyən edin. C3 neçədir? C3 burada 4-dür. Böyük bərabərdir. Sam A2. A2 neçədir? A2 1-dir. A2 1-dir. Üstə gəlinsin. B3 neçədir? 2-dir. 4 böyük bərabərdir. Üstə nə deyərik? Hə, şərt ödəndi. Şərt ödəndirsə, mənim bununla işim yoxdur, elə bunu işləyəcəm. Product A1, 2. A1 xanasına nə yazılıb? 5. B2 xanasına nə yazılıb? 6. 5 dəfə 6 neçə edir? 30. Bütün cavabımız 30. 43-cü sualda köhnə sualdır, istifadə olunmuş sualdır yəni.
Aşağıdakılardan hansı mak ünvandır? Yəni bunu da işləmişik. Mak ünvanı 6 hissədən ibarət olmalıdır, 2-2 yazılmalıdır. Baxaq görək, birinci düzdür. 6 hissədən ibarətdir, 2-2-dir. F-i də keçməməliyik. Birinci düzdür. İkinciyə baxaq. İkincidə H var, görürsünüz, səhv. Üçüncüyə baxaq. 5 dənədir, görürsünüz, səhv. Dördüncüyə bax, yəni say 5. Dördüncü düzdür. Beşinciyə baxsaq, bax, tələbələrin bugün yanıldığı ən pis, yəni yer. Bax, görürsünüz, 11 F-dir. Bu 3 dənədir, 2-2 yazılmalı idi. 3 dənə yazılıb. Ona görə bu da səhvdir. Bu da ki, nədir? 5 dənədir, səhvdir. Elə cavab 1 ilə 4. Düzgün cavabımız 43. 1, 4. 44. Buna oxşar sual birinci imtahanda da düşmüşdü. Hansı adlarda failin adı kimi istifadə etmək olar? Deməli, ümumiyyətlə, failin adında pırındır, dopdur, auxdur, LPT 0, LPT 9, LPT 0, LPT 9, pom 0, pom 9 və belə şeylərdən deyirdi, istifadəyə icazə yoxdur. Adında istifadəyə icazə yoxdur. Biz belə öyrənmişik. Amma deyirdi ki, genişlənməsində istifadəyə icazə var. Bu belə. İndi başlayaq. Deməli, bax, diqqət eləsəz, deyirdi ki, bu ad hissəsində istifadəyə icazə yoxdur. Görürsünüz, ad hissəsində veribdir. Bir səhv. 2-yə baxıram, baxın, genişlənmədə pırın veribdir. Ad hissəsində olmazdı, amma genişlənmədə istifadə oluna bilər. 1, 2-dir. 3-də ad hissəsində verib. Ad hissəsində istifadə oluna bilməz. 4-də ad hissəsində verib gördüyünüz kimi. Olmaz. 5 düzdür amma. 6 da düzdür, görürsünüz. Düzgündür də ad hissəsi. 7 səhvdir. Bax, görürsünüz, 0 verib ad hissəsində. Erzəyə düzdür. Gördüyünüz kimi heç bir məhdudiyyət yoxdur. 2, 5, 6, 8. Bu da rahat bir sual idi. Elə çətin sual deyildi. 45-ci sualda sana rahat sual idi. Sosial şəbəkə. Bax, Snapchat bilirik ki, sosial şəbəkədir. Bir də gördüyünüz, bax, bu QQ, bu da sosial şəbəkədir. Bunu da bilməliydik ki, biz sosial şəbəkədir. Öyrənmişik şəbəkələrdə. B-C. Browser Safari'dir, bir də Firefox'dur. 2-yə gəldi, B ilə D. Bir dənə burada Bing axtarış sistemidir. Şey. Ümumiyyətlə, belə götürəndə suallar rahat suallar idi. Elə çətin suallar yox idi burada. Yəni, yazıla biləsi idi, yəni normal idi. İnşallah ki, hamı üçün ən yaxşısı olubdur. Yəni, yazanlar da, zəif yazanlar da, yəni heç nədən narahat olmasınlar. Onsuz da ki, bu imtahan bir şey 2 dəfə olan imtahandır. Yəni, heç nəyə görə narahatçılığa ehtiyac yoxdur. Hər şeylə xeyrisi olsun.